olsun, birbirlerine güven, itimat sağlama olsun, çok büyük problemler var. Elə Murad bəy, maraqlı bir məsələyə toxundunuz. Bugün Avropa yeni silahlar əldə edə biləcəkmi? Elə hər birimizə bəllidir ki, Amerika Birləşmiş Ştatları, Trump Avropa ölkələrindən hərbi xərclərinin artırmasını tələb edir. Bu saat Avropa iki yol ayrıcında qalıb, hərbi xərcləri artıra biləcəkmi və yaxud da ki, ittifaq daxilində bir sıra iqtisadi, sosial məsələləri həll etməlidir. Elə istərdik ki, bununla bağlı biz Almaniya bağlantı edək və iqtisadçı Murad Cəlalovun fikirlərini öyrənək. Sonra iqtisadçımıza sualımız olacaq. Murad müəllim. Hər vaxtınız xeyir olsun. Bugün eşidirik sizi. Avropa bunlara... NATO'nun bu mövzusu iqtisadiyyat baxımından çox kritik bir mövzudur. Çünki 57 trilyon doların 5%-i təqribən olaraq ki, tam 185-3% qədər eləyir ki, bu da ABŞ-nin illik büdcəsinin yarısı, Avropanın sosial xərclərə ayırdığı məbləğin isə 1/3-ni təşkil eləyir. Mən bu mövzuya 3 pəncərədən baxmaq istəyərdim. Birincisi ondan ibarətdir ki, pandemiyadan sonra Rusiya müharibəsinə görə onsuz da iqtisadiyyatı zəifləyən Avropanın bu 5%-ə qədər deməli maliyyə ayrılması Avropa büdcəsinə iqtisadi baxımdan neqativ şok effekti verə bilər. Niyə? Çünki Avropanın ümumi büdcəsinin 40-50%-i təkcə sosial xərclərə, yəni burada pensiyaları istər deməli səhiyyə və təhsilə ayrılır və birdən-birə müdafiə xərclərinin 2%-dən 5%-ə artırılması təqribən olaraq 250-300 milyard avronun deməli sosial xərclərdən çıxıb müdafiə ayrılması deməkdir. Bu da öz növbəsində bu sahəni kompensasiya eləmək üçün vergilərin artırılması labüddür. Ondan sonra deməli daxili borc şişirilə bilər və yaxud da ki sosial xərclərə və yaxud da ki yaşıl enerjiyə ayrılan subsidiyalar aradan qalxa bilər, kəsilə bilər. İkinci pəncərə ondan ibarətdir ki, 5%-ə biz neqativ effekt deyiriksə, şok effekt deyiriksə, bu əgər müdafiə təhlükəsizlik yoxsa, iqtisadiyyat da yoxdur. Deməli, əgər təhlükəsizlik olmadığı halda ümumi daxili məhsul birdən-birə 20%, 30% belə itkiyə gedə bilər. Bu da bir katastrof bir göstəricidir. Üçüncü pəncərə ondan ibarətdir ki, bunu əsas vurgulamaq istəyərdim. Burada money drain, yəni pul axını hansı tərəf, hansı ölkəyə gedəcək? İstehsal olunan məhsullar made in USA mi olacaq, yoxsa made in Europe mu, Avropanı mı? Çünki Avropada xüsusən də elə Almaniyanın özündə ThyssenKrupp, Rheinmetall, həmçində Airbus kimi böyük bir kompaniyalar var ki, bunlar müdafiə üçün bir çox avadanlıqlar istehsal edə bilərlər. Yəni bu maliyyə Avropa içərisində sirkulyasiya olunacaqsa, bir tərəfdən müdafiə təhlükəsizlik güclənəcək, digər tərəfdən isə iqtisadiyyata böyük bir töhfə olacaq, iş yerləri açıla biləcək, iqtisadiyyatın durğunluğu aradan qalxacaq. Ümumi olaraq, deməli, bu NATO sammitində əsas gözlənilən nəticə ondan ibarət ola bilər ki, əgər maliyyə ayrılacaqsa, 3-3.5%-ə qədər ayrılmasını mən nəzərdə tuturam. Niyə? Çünki ABŞ belə özünün müdafiəsi üçün 5% ümumi daxili məhsulun ayırmır. 3.5%-ə qədər ayrılır. Yəni, burada əsas mövzu korporativ danışıqlar olmalıdır. Və əgər 3-3.5%-ə qədər nəzərdə tutulacaqsa müdaxilə məhsulunun ayrılması faiz etibarıyla, bu hansı ölkəyə gedəcək, hansı ölkədə istehsal olunacaq? Bu çox bir vacib bir nüansdır. Çox sağ olun, minnətdarıq. Emin müəllim, sizin fikirlərinizi öyrənmək istəyərdik. İndi hal-hazırda müharibələr yalnız hərbi deyil, həm də bir iqtisadi savaşlara gətirib çıxarır və ekspertimizin də xüsusilə vurğuladığı kimi büdcə məsələsinə diqqət yetirsək, 32 Avropa İttifaqı, daha doğrusu NATO ölkəsinin 57 trilyon dollar dəyərində bir büdcəsi var. Onun 5%-i də ekspertimiz də xüsusilə vurğuladı ki, 3% civarında olacaq. 3 trilyon dollar daha doğrusu. Belə olan halda sizcə Avropa elə bir daha 32 üzv ölkənin ümumi daxili məhsulu, daha doğrusunu qeyd elədi, 57 trilyon dollar, ümumi daxili məhsulun 5%, bu isə təxminən 2,85 trilyon dollarlıq bir müdafiə xərci deməkdir. Avropa buna gedəcəkmi və yaxud da ki, bu kontekstdən yanaşsaq, dünyanın iqtisadi xəritəsi də sizcə dəyişməyəcəkmi? Elə, təşəkkür edirəm. Elə problem odur ki, bugünkü gündə bu duran məsələlər, gündəmə duran məsələlər ondan irəli gəlir ki, bu günlərim dünya kəskin dəyişib və siz dediyiniz iqtisadi müharibələrdə hardasa qərb ölkələri başlayıb uduzmağa, onu etiraf etmək lazımdır və siz qeyd etdiyiniz kimi, hörmətli Murad müəllim qeyd etdiyin kimi